Qəbul imtahanlarında texnoloji sui-istifadə halları ilə bağlı bir sujetimiz olacaq. Bilirsiniz, son günlərdə ölkə gündəminin əsas məsələlərindən biridir. Xoşagəlməz hallar yaşanıb qəbul imtahanlarında müəyyən üsullardan istifadə edərək qanunsuzluqlar törətməyə çalışıblar. Hətta o pinəçi var idi, ayaqqabının içinə nəsə yerləşdirməyə çalışan, cihazlar yerləşdirməyə çalışan. Onu belə tapdılar, araşdırdılar. Ümumiyyətlə bu məsələ bir daha ağıllarda sual yaratdı ki, bəlkə imtahanların formasını dəyişək. Texnoloji yeniliklər çünki müəyyən problemlər yarada bilir. Durmadan da inkişaf eləyir. Artıq elə qulaqlıqlar var ki, heç ümumiyyətlə görünmür. Elə eynəklər var ki, kameralar var ki, heç hiss eləmirsən ki, o səni çəkir, çəkmir. Necə mübarizə aparmaq lazımdır, əməkdaşlarımız araşdırıb. Test imtahanlarında rahat eləmək olar. Açıq suallara yer vermək köməkçi vasitələrin aktiv hala gətirilməsini çətinləşdirə bilir. Kamran Əsədov və Gündüz Abbasov qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə təqsirləndirilir. İttiham aktına görə onlar gizli kamera, səs ötürücü funksiyalı VIP smart telefon, nano qulaqlıq və digər qurğuları bir-biri ilə əlaqələndirib istifadəyə yararlılığını yoxladıqdan sonra həmin avadanlıqları hazır vəziyyətdə buraxılış və ali məktəblərə qəbul imtahanlarında iştirak edən şəxslərə veriblər. Mikronaşnikdən zəng edirsən, məsəl üçün dostuna, tanışına, o vasitə ilə yəni köməkli göstərmək olur. Test imtahanlarında rahat eləmək olar. Fərasətdən asılıda kimi bazarı keçirir. Sadəcə mən yox, bütün tələbələr istifadə edir, əgər şərait olsa. Yəni naşnik yox, məncə qızlarda kimi bizdə o qədər səs yoxdur, naşniki gizlədək. Telefonla, yəni partanın altından məncə rahat şəkildə köçürmək olar. Bəs imtahanlarda bu cür avadanlıqlardan istifadə imkanlarının qarşısını almaq üçün hansı dəyişikliklər edilə bilər? Bizim bu istiqamətdə birinci işimiz bu cür qanunsuz əməllərə meyl eləyən şəxslər arasında ictimai maarifləndirmə aparmaqdır. Dövlət İmtahan Mərkəzi elə təhlükəsizlik sistemi qurub ki, qeyri-şəffaf yola əl atmaq mümkün olmaz. Bizdə indiki qəbul qaydası yox. Bir başqa qəbul mexanizmi olsa, Sovet illərində kimi, o zaman qeyri-şəffaflığa daha çox yol verirlər. Nəinki indi. Mütəxəssislər bildirir ki, Dövlət İmtahan Mərkəzinin təşkil etmədiyi qanunsuz texniki vasitələrin aşkarlama imkanları aşağı olan yerlərdə imtahan modelində dəyişiklik edilməlidir. Sualların situasiya tərkibli, real həyati bacarıqlar, eləcə də şəxsin öz düşüncə tərzinə uyğunlaşdırmaq, açıq suallara yer vermək, burada müəyyən qədər həmin köməkçi vasitələrin aktiv hala gətirilməsini çətinləşdirə bilir. Çünki elə məsələlər var ki, orada şəxs özü öz bacarığını ortaya qoymalıdır. Dövlət İmtahan Mərkəzindən bildirildi ki, imtahandan əvvəl, imtahan müddətində, eləcə də imtahandan sonra yoxlama tədbirləri keçirilir. Zəruri hallarda metal axtaran cihazlarla da yoxlama prosesi aparılır. İmtahanın özündə nəzarətçi var, eyni zamanda imtahan rəhbəri var, ümumi imtahan rəhbəri var. Müəyyən alqoritmlər vasitəsilə nəticələri yoxlama prosesi də var ki, biz nəticələrə baxmaqla onların o həqiqiliyi ilə bağlı hansısa bir şübhə yaranırsa, daha dərindən əlavə olaraq araşdırmalar aparırıq. İmtahana kənar vasitələrin keçirilməsi qadağandır. Bu hal aşkar edildiyi təqdirdə həmin abituriyentin nəticəsi ləğv olunur. Və hazırda məhkəməsi gedən o prosesin də qurbanları, mən onlara qurban deyirəm, çünki onlar texniki vasitənin sayəsində keçəcəklərinə inansalar da, sonda belə deyək də, o mexanizmlər aşkar etdi ki, bunlar saxtakarlığa yol verirlər və o şeydən keçə bilmədilər, ələkdən keçə bilmədilər və tutuldular, ifşa olundular və onların imtahan nəticələri ləğv olunub. Əgər bir şansları var idisə də, bunu da itirmiş oldular. Bitdi hər şey yəni. Bəli. Ona görə də... Ümumiyyətlə, amma Dövlət İmtahan Mərkəzi bu məsələlərə çox həssaslıqla yanaşır. Buradan da Məlikə xanım başda olmaqla onlara təşəkkür edirik. Çox şəffaf işləyirlər, yaxşı da eləyirlər. Uçana qaçana imkan vermirlər, görürsünüz. Elə lazımdır.